Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Salam əziz izləyicilər, əziz möminlər, hər birinizi xoş gördük. Bildiyiniz kimi bu Ramazan ayı boyu biz Quran-ı Kərimin təfsiri və Nəhcül Bəlağənin təfsirini, şərhini bu mübarək aya görə saxlamışdıq. Allahın hövlü qüvvəsi ilə artıq bu gündən etibarən Nəhcül Bəlağənin şərhi, təfsiri və Quran-ı Kərimin həmçinin təfsiri və şərhini siz əziz möminlərlə, əziz izləyicilərlə davam etdirəcəyik. Biz Nəhcül Bəlağədə axırıncı danışdığımız, bəhs elədiyimiz mövzu Quranla bağlı idi ki, Həzrət Əmir Əl-Müminin bu mövzunu, Quranın əzəmətini, Quranın özəlliklərini bizə vəsf elədi və biz bugün yeni bir mövzuya Nəhcül Bəlağədə keçid alacağıq ki, o mövzu da Həzrət Əmir Əl-Müminin Kəbə evinin əzəməti, o əmrin, yəni Allah evinin ziyarətinin, əmrinin fəlsəfəsi, həqiqəti haqqında bu mövzu Həzrətin xütbəsindədir. Bu mövzunu danışacağıq. Mən ərəbin oxumuram ki, vaxtımız çox getməsin, amma keçid alıram tərcüməsinə və şərh və təfsirinə. Həzrət buyurur ki, böyük Allah xalqın qibləsi etdiyi Beytül Həramın ziyarətini sizə vacib etdi. Həcc ziyarətini yerinə yetirənlər oraya dörd ayaqlılar kimi daxil olar. Göyərçinlərin şövqü kimi ora gəlməyə can atarlar. Pak olan Allah xalqın onun əzəmət və böyüklüyü qarşısında baş əyməsi, izzət və səltənətinin onlar tərəfindən təsdiqi üçün o evi bir əlamət və nişanə etdi. Öz bəndələrindən dəvətini eşidib qəbul edənləri seçdi və fərmanını təsdiqləyərək yerinə yetirdilər. Onlar peyğəmbərlərin yerində dayanıb özlərini Allah Taala'nın ərşini təvaf edən mələklərə oxşadırlar və Allaha bəndəlik sitayiş müamiləsindən böyük qazanc götürürlər. Onun günahları bağışlayacağını vədə verdiyi yerə tələsir, bir-birindən önə keçirlər. Pak Allah o evi İslamın əlamət və nişanəsi pənah gətirənlərin pənahgahı etdi. Onun həccini vacib, ehtiramının qorunmasını lazım bilib, ora getməyə əmr etdi. Sonra Həzrət Ali İmran surəsinin 97-ci ayəsində ki, Allah Teala buyurur ki, Beytül Həramın ziyarəti insanlardan ora getmək iqtidarında olanın üzərində Allahın haqqıdır. Bu haqqı yerinə yetirmək isə vacibdir. Haqq Taala'ya kafir olan hər kəs ora getməyə iqtidarı olduğu halda ilahi əmri yerinə yetirməzsə, Haqq Taala'ya heç bir ziyanı vurmayıb, Allaha heç bir zərər yetişməyib. Çünki Allahın dünya əhalisinə ehtiyacı yoxdur. Yəni Allah bütün bəndələrindən ehtiyacsızdır. Bu Həzrət Əmir Əl-Müminin buyurduğu kəlamdır ki, burada Kəbə evinə işarə eləyir. İndi şərh və təfsirinə keçid alırıq. Bu xütbənin son hissəsi həccin əzəmətini bəyan edir. Biz əvvəldə Quranın əzəməti haqqında sizlə bölüşmüşdük. Bu yəni axırıncı hissə Həzrət Əmir Əl-Müminin Kəbə evinin əzəməti haqqında ayırdığı bir mövzudur. Xütbənin son hissəsi həccin əzəmətini bəyan eləyir, izah eləyir. Baxın, əziz möminlər, Həzrət Əmir Əl-Müminin əvvəl Quranın əzəmətini bizə çatdırır, Quranın özəlliklərini bizə çatdırır və Quranda müəyyən şəriət hökmlərini, Allahın qoyduğu qayda qanunlarını bizə çatdırır.
bəyan eləyir. Çünki Nəhcül Bəlağədə Həzrət Əmir əl-Möminin bütün kəlamları demək olar ki, Qurana istinad eləyir. Bir mənada Nəhcül Bəlağə Qur'anın izahıdır, Qur'anın bəyanıdır. Qur'anı daha da açır, bizə çözür. Təvhid anlayışı, ədalət anlayışı, məad anlayışı, bütün nübüvvət anlayışı, bütün məsələlərə Həzrət Əmir əl-Möminin toxunur. Bu mövzuda da Həzrət Əmir əl-Möminin Kəbə evinin, Allahın şüarlarından biri ki, Kəbə evidir, bu məsələyə, bu ciddi məsələyə toxunur. Ki, Həzrət Əmir əl-Möminin buyurur ki, həc məsələsinin vacibliyini önə çəkir və bu mövzuda söhbət açır və olduqca gözəl bir ifadə ilə bu mövzunu bizə başa salır. Yəni, çox lətif ibarələrlə, çox dəqiq ibarələrlə və ümumi dünya müsəlmanlarına, onlar ki, Allah inancına müsəlmandır, Allaha təslim olub, İslam gətirib, onlara Kəbə evinin ziyarətinin nə qədər əhəmiyyətli olduğunu, vacib olduğunu başa salır. Həzrət buyurur ki, وَفَرَضَ عَلَيْكُمْ حَجَّ بَيْتِهِ الْحَرَامِ. İndi ərəbi hissəsini deyib, kəlmə-kəlmə izah edəcəm. Buyurur ki, böyük Allah, əzəmətli Allah, Beytül Haramın ziyarətini sizə vacib etdi. Əvvəla Allah bu Beytül Haramın ziyarətini sizə vacib etdi. Necə ki, sizdən öncəkilər də o Kəbə evinin, o Beytül Haramın hörmətini qoruyub saxlayırdılar. Çünki bütün peyğəmbərlərin o Beytül Haramda əl işi olub. Orada müəyyən zəhmətlər olub. Və ora müqəddəs bir məkan olaraq insanlar tərəfindən sitayiş olunub, ibadət olunub. Hətta bütpərəstlər, belə deyim də, bütə sitayiş edənlər öz fəsahətli, bəlağətli şeiriyyatını İslam gətirməyənlər gətirərdilər, o Kəbə evindən asardılar. Yəni, Kəbə evi hörmətə layiq olub, hətta Peyğəmbərdən öncə. Və Həzrət Əmir əl-Möminin də buyurur ki, Allah sizə bu müqəddəs öz evinin ziyarət edilməsini vacib edibdir. Və sonra Həzrət Əmir əl-Möminin buyurur ki, Allah evini vəsf edir. Allah evini vəsf eləyir. Buyurur ki, Əlləzi cəaləhu qiblətən lil-ənam. Buyurur ki, o evdir ki, Allah onu xalqın qibləsi etdi. Yəni, insanların üzünü tutacağı bir yer, bir məkan qərar verdi ki, o sizin qibləniz hesab olundu. İbadətlərinizi, namazlarınızı məhz üzü o tərəfə, o Kəbə evinə tərəf tutaraq namaz qılması. O evdir ki, Allah onu xalqın qibləsi etdi. Məsələn, müsəlmanlar hər gün namaz qılır, ibadət eləyir, üzlərini həmən o Kəbə evinə tərəf tuturlar. Kəbə müsəlmanların cərgələrinin dairə mərkəzi, onların vəhdət rəmzidir. Kəbə evi müsəlmanların bir vəhdət rəmzidir, bir dənə sitayiş ediləcək bir rəmzdir ki, müsəlmanların üzünü tutduğu bir yerdir. Və Həzrət Əmir əl-Möminin bu Kəbə evinin vəsfində ilk vurğuladığı budur ki, sizə vəsf elədiyim o Kəbə evi, Allah evi, o evdir ki, bütün müsəlmanların, inanclı insanların üzünü tutduğu yerdir. Və orada müsəlmanların dairə mərkəzidir və vəhdət mərkəzidir. Müsəlmanların vəhdətinin göstəricisidir. Məsələn, hər il görürsünüz, milyonlarla insan Allah evinin başına fırlanır. Eyni geyimdə, eyni zikirdə, bütün vəhdət, hamı eyni o inancla, əqidə ilə Allah evini təvaf eləyir. Bu da göstərir ki, müsəlmanların vəhdət rəmzidir. Müsəlmanların vəhdət rəmzinin göstəricisidir. Və Həzrət
Əmirəl-Möminin ardıca buyurur ki, Allah evini və belə deyək də bunu bu cür bəyan edeyim ki, Allah evinin ziyarətçiləri Allahı sevən insanlardır. Çünki Allahı sevən insan Allahın şüarlarına daha can atır. O şüarları əyaqda saxlayır, əhya eləyir, diri saxlayır. Yəni aşiqlərdir ki, özünü məşuqlarının sevdiyi bir indi Rəbb deyək də biz, o Rəbbinin sevgi hərarətindən onun şüarlarını diri saxlayır, onun şüarlarına can atır. Və Allah da bir mənada onu sevənləri səsləyir ki, gəlin Allah evinin ziyarətinə. Çünki orada sizin üçün hidayət var. Orada sizin üçün Allaha çatma var, Allaha qovuşma var. Niyə? Çünki oradakı bütün gördüyünüz, təvaf elədiyiniz, ziyarət elədiyiniz hər bir əməl Allahın şüarlarındandır. Allahın da şüarlarından məqsəd nədir? İnsan hidayət olsun. Səfa, Mərva o səy eləyirik də, qaçırıq. Müəyyən əlamətləri var. Məsələn, Kəbə evinin başına fırlanmaq, bunlar hamısı Allahın şüarlarındandır. Məsələn, Səfa, Mərvada təvaf eləmək, aynə qaçmaq məhşər gününü insana xatırladır. İmam Səccadın bu haqda öz səhabəsinə bir tövsiyəsi var. İndi nəsib olarsa elə bu cəriyanda, bu mövzuda danışarkən o mövzulara da toxunaram. Məsələn, öz səhabəsinə deyir ki, sən Səfa və Mərvada qaçan zaman bu niyyəti elədinmi ki, bu fikirdə, bu zikirdə oldunmu ki, mənə məhşəri xatırladır. Məhşər günündə insanlar sərgərdan olar, başsız qalar, hərə öz hayına qaçar. O tərəf bu tərəfə qaçar. Yəni, o ki, ehrama büründün, bütün dünya libasını, dünya pərəstliyi canından, ruhundan çıxardıb attın kənara ki, axirət libasını geyindim. Bu fikirdə, bu zikirdə oldun. İmamın belə bir tövsiyəsi var. Mən çox güman ki, bu mövzunu istəyirəm sizlə bölüşüm. Hər halda, Həzrət buyurur ki, Allahın insanları səsləməsi haqqında. Allah bəndələrini özünə səsləyərək belə vəsf eləyir. Yəridunəhu və vurudəl ən'am və yələhunə iləyhi və luhəl hamam. Həcc ziyarətini yerinə yetirənlər oraya, yəni su başına tələsən, 4 ayaqlılar kimi daxil olar. O necə ki, susuz bir insan, teşnə bir insan o su yerinə necə özünü tez çatdırar, ciyəri yanır, o sudan içsin, çünki su onun həyat mənbəyidir, qurtuluşudur. Eynən də Allah evinin ziyarətinə tələsənlər, Allah onları o evin ziyarətinə onun üçün səsləyir ki, o ev Allah şüarlarındandır. Siz onu ziyarət eləməklə öz kimliyinizə qayıdasınız. İstədiyiniz qidanı alacaqsınız. Ruhunuz həlak olur, acıdır, susuzdur. Siz Allah evini ziyarət eləməklə ruhunuzun ehtiyacını ödəmiş olacaqsınız. Yəni Allaha çatmış olacaqsınız. Və çox gözəldir. Buyurur ki, həcc ziyarətini yerinə yetirənlər oraya su başına tələsən 4 ayaqlılar kimi daxil olar. Tələsərək. Susuz insan necə o su bulağın başına qaçar? Deyir, ondan sonra buyurur ki, göyərçinlərin öz yuvalarına olan şövqü kimi ora gəlməyə can atarlar. Niyə? Onun evidir. Onun başını salacaq ocağıdır. Orada balası var. Orada, çünki ev onun əmniyyətini qoruyur. Onun həyatını, yaşamını qoruyur. Onun üçün buyurur ki, necə ki, göyərçinlər öz yuvalarına olan şövqü kimi ora gəlməyə can atırlar, onlar su içməyə tələsən susuzlar tək ona doğru gəlirlər. Göyərçinlər tək ona pənah gətirirlər. Susuzlar kimi.
evi olmayanlar kimi. Necə ki bir, məsələn, sahibsiz bir körpüyə, bir uşağa sahiblənərlər, artıq o uşaq, o körpə onu qəbul edən kəslərin evini, onları sığınacaq yeri bilər. Kəbə evi də buna bənzəyir. Allah Kəbə evinə bizi dəvət eləməklə bizə sığınacaq verir. Bizi öz ağuşuna, bizi öz rəhmətinə, öz nəvazişinə doğru çəkir. Və Həzrət buyurur ki, bu da Allahın bir qüdrət nişanələrindəndir. Həqiqətən, diqqət eləyin əziz möminlər, həccin mənası əgər dərk eləyə bilsək, həccin mənasını əgər dərk eləyə bilsək, Allah evinə gələnlər bu şəkildə gəlməlidir. Ruhlarını, qəlblərini həmən o Allah evinin ziyarətinə tələsməklə, ora can atmaqla, səy eləməklə o ruhlarında olan acılığı, ruhlarında olan ehtiyacı, Allaha olan ehtiyacını ayrılda bilərlər. Bəli, həcc mənəvi bir ehtiyac mənbəyidir. Bəli, həccin ziyarəti onun üçündür ki, insanın mənəvi ehtiyacları ödənsin. Çünki orada o həcc evinin ziyarətində artıq Allah bəndə üçün ciddi bir məsələyə çevrilir. Allah aktuallaşır. Allahı yad eləmək, Allahı zikr eləmək. Artıq insan müəyyən ziyarətlərlə, müəyyən Allahın şüarları ilə yol axtarır ki, Allaha tapınsın. Yoxsa o Kəbə evinin başına fırlanmaq, Səfa Mərvədə qaçmaq, nə bilim, Ərafat çölündə dolaşmaq, ibadət eləmək, bunlar qurban kəsmək, bunların bəlli bir səbəbi var. Yoxsa bunlar boşuna deyil. Bunların hər biri Allaha insanı yaxınlaşdırmaq üçündür. Allaha tapınması üçündür. Bəli, şeytanın insan o ziyarətdə şərrindən bir mənada amanda qalır və insan öz nəfsani istəklərini sındıra bilir. Nəfsinə yox deyə bilir. Baxın, görürsünüz, Kəbə evində adicə bir həşəratı öldürmək olmaz. Müəyyən indi hökmləri var da. Məsələn, cinsəl əlaqədə olmaq olmaz və yaxud da sabun ələ vurmaq. Müəyyən hökmləri var. Bu bilirsiniz nədir? Yəni, tam insan dünyəvilikdən, maddiyyatdan qırılır. İnsanın bütün düşüncə tərzi, insanın bütün varlığı uxrəvi olur. Artıq insan uxrəvi düşünür. Ahirəti düşünür, mənəviyyatı düşünür. Artıq insan üçün ölüm ciddi bir məsələyə çevrilir. Ahirət, məhşər, hesab, kitab, bütün məsələlər ciddiləşir. Ona görə insan Kəbə evində o nəfsani istəklərini öldürdüyünə görə Allaha ləbbeyk deyir. Məsələn, ləbbeykə ya şərikə ləbbeyk. İnsan orada şüarlar eləyir, təkbirlər deyir. Allahın vəhdaniyyətinə şəhadət gətirir. İlahi, mən sənin çağırışına ləbbeyk deyirəm. Allah da bəndəsinin o çağırışına ləbbeyk deyir. Bəndə də Allahın çağırışına ləbbeyk deyir. Çox qəribə bir səhnədir. O Kəbə evində olan səhnə. Yəni, əgər insan mərifətlə, ayıq-sayıqlıqla o Allah evinin ziyarətində diqqətlə ziyarət eləsə, mərifətlə tək elə şər'i hökmlərini icra elədim, yox. Bunun bir irfani yönü də var. Bunun bir mənəvi yönü də var ki, o ziyarətin o yönlərinə də diqqət eləməlisən. Və bütün hacılar, ehram bağlayanlar pərvanə tək o Şamın başına fırlanırlar. O Kəbə evinin başına fırlanırlar. Allah eşqindən, Allah sevgisindən. Əslində, yaradılışın hədəfi budur. Yaradılışın hədəfi budur ki, bəndə Allahın başına fırlanmalıdır. Sadəcə Allah bizim üçün biraz əl çatılmaz olduğuna görə Allah müəyyən qayda qanunlar qoyub. Məsələn, Kəbə evinin başına fırlan. Məsələn, Səfa Mərvədə qaç.
ehrama bürün, qurban kəs, saçını, nə bilim, bunlar hamısında hədəf Allahdır. Yəni sən onun başına fırlanmaqla Allahın başına fırlanırsan. Nə mənada? Məcaz mənada deyir, amma sözüm Allah maddi bir varlıq deyil. Sadəcə Allahın hədəfi özüdür. Hədəf Allahdır. Bütün şüarlarda hədəf Allahdır. Nəticə Allahdır. Sadəcə müəyyən vasitələrlə sən Allahı öz ruhunda, canında tapmalısan. Buradakı qeyd eləyir müəllif, o ki, dörd ayaqlılara bənzətmə ya hacıların son dərəcə təvazökarlığına ya da onların Kəbəyə təvafa axışdıqları zaman qərarsızlıqlarına, dözümsüzlüyünə işarədir. Bu bir oxşatmadır da. Görürsünüz, Kəbə evinin ziyarətinə girənlər ixtiyarsız olaraq bir əcə mərifət olsa insan sınır. O əzəməti görəndə, o Allahın Kəbə evində özünü təcəlla etdiyini insan görəndə, o əzəməti müşahidə edəndə insan qəlbi sınır, təvazökarlıq bir halında olur. Hətta əksəriyyət hacılar deyir ki, biz indi əksər o ziyarət aparanlarda gözəl bir adət var. Məsələn, deyirlər gözünüzü bağlayın, Kəbə evinə çatanda deyirlər gözünüzü açın. Məsələn, insan gözünü açır ki, Allahın evi, Kəbə evi. O dərhal onun əzəməti insanın canını bürüyür. İnsanın ixtiyarsız olaraq gözündən yaş axır. Niyə? O əzəmət, o izzət, o camal. Bəli. Və bu da deyir ki, elə bu təşbih eləyir Əmir-əl-Möminin buna, ona görə ki, insan təvazökarlıq bir halında o evə yaxınlaşır. Və insan təvaf eləyən zaman bir mənada Allahın əzəmətinin qarşısında dözümsüzlüyünü göstərir. Ki, bu əzəmətin müqabilində mənim taqətim yoxdur. Dözəm. O necə ki, susuz bir insan su axtarışındadır, onu tapması ölər. Taqətsiz bir insanın da həyat mənbəyi, onun gücü, onun belə deyim də, həyat mənbəyi Allahdır. Sadəcə insan öz məcrasından çıxıb da, başqa şeylərin başına fırlanır. Amma insan müəyyən bu ziyarətlərdə o şeylərə tapına bilir. Diqqət edin, əzizlər, bu kimi ifadələr ərəb dilində bizim dilimizdə müqayisədə daha fərqli mənaya malikdir. Göyərçinə bənzətmə isə bu quşun sevgi, sülh, səmimiyyət, əminamanlıq rəmzi olmasını göstərir. Müəllif qeyd edir. O ki, burada Həzrət Əmir-əl-Mömin göyərçinlər kimi tələsirlər ziyarətə. Deyir, göyərçinin rəmzi nədir? Quşun sevgi bir əlaməti var, sülh əlaməti var, səmimiyyət əlaməti var, əminamanlıq rəmzidir. Yəni, Kəbə evi də sevgi əlamətidir, sülh əlamətidir, səmimiyyət əlamətidir, ixlas əlamətidir, əminamanlıq rəmzidir. Bütün gözəlliklərin təcəlla elədiyi bir evdir, Kəbə evi. Və maraqlısı budur ki, həccin başlanğıc nöqtəsi ehram libası geyinmək və ləbbeş deməkdir. Çox qəribədir. Çox qəribədir. Allah bütün maddi libası, geyimi sənin əynindən çıxarır icbari şəkildə. Yəni, çıxarmasan, həccin batildir. Dünyavilikdən çıxmasan, tədric olunmasan, uxrəviliyə keçid ala bilmərsən. Allah çıxarır o bütün libası əynindən və neyinir? Sənə ehram libası geyinir. Ahirət libasını geyindirir əyninə. Tam çılpaq vəziyyətdə o ehram paltarını geyinirsən əyninə və ləbbeş deyirsən. Deyirsən, ilahi, indi sənin çağırışına ləbbeş deyirəm. Gəlmişəm sənə ləbbeş deyəm, ilahi. Ləbbeyk, la şərikə ləbbeyk. Yoxdur sənin şərikin, ilahi. Və ləbbeyk kəlməsinin mənası ilahi dəvəti qəbul etmək. İlahi, sənin bütün dəvətini qəbul etməyə gəlmişəm.
Sənin çağırışına cavab verirəm. İlahi, çağırışına cavab verməyə gəlmişəm. Gəlmişəm sənin çağırışına ləbbeş deyəm. Ləbbeş deyəm. Çox əzəmətli bir ziyarətdir bu. Kəbə evinin ziyarəti. Bəli, Allah öz evinin zəvvarını böyük qonaq evinə dəvət edir. Allah dəvət edir ki, öz qonağını Kəbə evinə onu islah eləsin, onu tərbiyə eləsin. Ona bu şüarları, ilahi şüarları göstərməklə onun həyatında bir qığılcım baş versin. Allahın hədəfi budur. Artıq insan orada düşüncəsi, qəlbi islahat olandan sonra o artıq ana xəttə düşəcək, hidayət olacaq. Bəli, və onlar ləbbeş deyərək ürəkləri şövqlə, başları eşq havası ilə dolu bir halda Allah evinə doğru hərəkət edirlər. Baxın, qaça-qaça, şövqlə, eşqlə, sevgi ilə, ləbbeyk, ya şərikə, ləbbeyk, fəryad eləyə, qışqıra-qışqıra Allaha can atırlar. Can atırlar. Bu yaxınlıq hissinin ilk təsiri könüllərdə, ruhlarında təqva mənəviyyat tumurcuqlarını üzə çıxmasına səbəb olur. Artıq insan başa düşür ki, bəli, o istədiyi təqvaya yaxınlaşır. Artıq ruhlarında bir çiçəklənmə baş verir. Artıq insan öz mənəvi istedadlarını görə bilir və artıq o mənəvi istedadlarının o ziyarətdə üzə çıxmağının şahid olurlar. Ki, insan nə qədər Allaha can atır, nə qədər o kamala doğru meyillidir. Və növbəti ibarə qalsın, növbəti ibarə Əmir-əl-Möminin həccin fəlsəfələrindən birinə toxunur. Bunu növbəti dərsimizdə izah eləyərəm. Sağ olun, Allaha əmanət olun.